Nanukanın fonduna həbs qoyulub. Bu barədə teleaparacı Nanuka Jorjolyani sosial şəbəkədə yazır və baş verən hadisə ilə bağlı detalları araşdırdığını bildirir. Onun bəyanatına əsasən məhkəmə birbaşa şəkildə həbs qoyulmasını tələb edib. Nanuka Jorjolyani tərəfindən yayılan məlumata əsasən digər fondlara da həbs qoyulub. Konkret olaraq Nika Gilaurinin fonduna və Tbilisi İnsan Haqları evinə. Son zamanlarda əsasən cərimələri ödəyən fondlara həbs qoyulub. Fondlara həbs qoyulmasını prokurorluq tələb edib deyə Jorjolyani qeyd edir. Sərhədi qanunsuz keçdiyinə görə Mixail Saakashviliyə əlavə olaraq 4 il 6 ay həbs cəzası verilib. Bu, keçmiş prezidentə büdcə vəsaitlərinin israf edilməsi ilə bağlı iş üzrə verilən 9 il cəzaya əlavə edilib. Hakim hökmü elan edərkən öz mülahizə hüququndan istifadə edib və cəzanın miqdarını əvvəlki həftə çıxarılmış hökmlə birlikdə qismən birləşdirib. Bu qərar tərəflər üçün mübahisəli olub. Vəkilin sözlərinə əsasən cinayət siyasəti dəyişib, daha liberal olub və cəzaların birləşdirilməsi prinsipi ləğv edilib. Qismən birləşdirmə presedenti nadir hallarda və yalnız xüsusilə ağır cinayətlər halında istifadə olunur. Beka Basilaya məhkəmənin qərarını siyasi motivli adlandırır. İş üzrə prokuror hakimin konstitusiya ilə ona verilən hüquqdan istifadə etdiyini və cinayət təkrarlananda praktikada belə haldan istifadə edildiyini deyib. O, Saakashviliyə cinayəti törətməyə kömək edən daha 5 nəfər barəsində cinayət işinin aparıldığını söyləyib. Hazırda onlar girov müqabilində sərbəst buraxılıblar. Prosesdə Saakashvilinin ailə üzvləri iştirak edirdilər. Giulia Alasanya sabiq prezidentin Gürcüstana gəlməklə səhv etdiyini bildirib. Bugün Mixail Saakashvilinin ittiham olunduğu daha bir iş üzrə müzakirə aparılıb. Bu epizodda Mixail Saakashvili 2007-ci ilin noyabrın 7-sində etirazçıların kütləvi dağıdılmasında İmedi telekanalına basqın və Badri Badarqaçişviliyə məxsus əmlakın qanuna zidd şəkildə ələ keçirilməsində ittiham olunur. Məhkəmə prosesində ittiham tərəfinin bir şahidi dindirilib. O, Daxili İşlər Nazirliyinin sabiq əməkdaşıdır və bildirib ki, ona İmedi telekanalına gedib yayımı dayandırmaq şəxsən tapşırılıb. Məhkəmə iclasında Mixail Saakashvili distant şəkildə iştirak edirdi. O, barəsində çıxarılan hökmlərdən danışıb və deyib ki, onun barəsində ədalətsiz qərar veriləcək və ölkəni sevdiyi üçün cəzalandırılır. Hüquq Məsələləri Komitəsində xarici agentlərin qeydiyyatı aktı layihəsini müzakirə ediblər. Dəyişikliklər ikinci oxunuşda müzakirə olunub. Sənəd Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən xarici agentlərin qeydiyyatı aktının dəqiq tərcüməsidir. Qanun layihəsinə əsasən xarici maliyyə alan fiziki və hüquqi şəxslər Antikorrupsiya Bürosuna sənədlər təqdim etmək öhdəliyi daşıyacaqlar. Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən xarici agentlərin qeydiyyatı aktına oxşar olaraq Gürcüstanda da qanunun hər hansı bir maddəsinin pozulması 5.000 lariyə qədər cərimə və ya 6 aya qədər azadlıqdan məhrum etməklə cəzalandırılacaq. Qeydiyyatdan yayınanlara isə 10.000 lari cərimə və ya 5 ilədək həbs cəzası veriləcək. Qanunun icrası və nəzarəti üçün məsuliyyət daşıyan orqan Antikorrupsiya Bürosu olacaq və bu orqan hər 6 ayda bir dəfə hesabatı parlamentə təqdim etməlidir. Sektor İqtisadiyyatı və İqtisadi Siyasət Komitəsinin iclasında yayım haqqında qanunu ikinci oxunuşla təsdiqləyiblər. Gürcü arzusu tərəfindən təşəbbüsü irəli sürülən sənəd Britaniya qanunvericiliyinə əsaslanır. Müəlliflər bildiriblər ki, layihə ilə medianın obyektivliyi və jurnalistika etikası standartları təyin ediləcək. Dezinformasiyanın yayılması azalacaq və qanuna əməl olunmasına dair institusional mexanizm müəyyən ediləcək. Eləcə də indiyə qədər özünü tənzimləmə çərçivəsində olan məsələ dövlət tənzimləmə sahəsinə keçəcək. Bu da mübahisəli məsələlərin müzakirə hüququnun Kommunikasiya Milli Komissiyasına və ya məhkəməyə verilməsi deməkdir. Məqsədinin heç vaxt müxalifəti birləşdirmək olmadığını deyən Salome Zurabishvilinin bəyanatı qiymətləndirmələrin mövzusudur. Siyasətçilərin bir hissəsi onu belə bəyanatlar vermək yerinə aksiyaya çıxmağa və xalqla dayanmağa çağırır. Sabiq prezident bildirib ki, güclü koordinasiya hər şeyə tab gətirən amildir və saxta birləşmə ən həssasdır.
Ciaturada mədənçilərin aksiyası davam edir, lakin onlar Ciaturanın yerli özünü idarə etmənin binası qarşısında piket keçirməkdə təmkinli davranıblar. Onlar hakimiyyətin onların tələblərini yerinə yetirmək niyyətində olduğuna dair qeyri-rəsmi məlumata sahib olduqlarını deyiblər. Mədənçilər yenə də onlara məxsus əmək haqqını, Georgia Manganese şirkətinin fəaliyyəti ilə bağlı istintaqın aparılmasını, bundan sonra şirkətin Ciaturadan çıxmasını və dövlətin faydalı qazıntıların çıxarılması prosesini öz üzərinə götürməsini tələb edirlər. Xatırladaq ki, Georgia Manganese şirkəti martın 1-dən faydalı qazıntıların çıxarılması üzrə yeraltı işlərin dayandırılması barədə bəyanat verib və səbəb kimi işlərin qeyri-rentabelliyini göstərib. Bu qərardan əvvəl isə ötən ilin noyabrın 1-dən işlər 6 ay müddətinə dayandırılmışdı. O zaman işçilərə maaşın 60%-nin ödənilməsi vəd olunmuşdu. Mədənçilərin bildirdiyinə görə Georgia Manganese şirkəti onlara maaşın 60%-ni yalnız 3 ay ərzində ödəyib. Donald Trump və Vladimir Putin arasında telefon danışığı sabah baş tutacaq. Bu barədə Amerika prezidenti bildirib. Trump Ukraynada müharibənin dayandırılmasını müzakirə edəcəyini deyib. Jurnalist Amerika prezidentindən atəşkəs müzakirə olunarkən hansı güzəştlərdən bəhs olunduğunu soruşub. Fransa prezidenti Emmanuel Macron Avropa İttifaqı ölkələrini inandırmağa çalışır ki, Amerika müdafiə avadanlığı almağı dayandırsınlar və bunun əvəzinə diqqəti Avropa istehsalçılarına yönəltsinlər. Macron qeyd edib ki, məqsədi Amerikanın hərbi məhsullarını almağa adət etmiş Avropa ölkələrini inandırmaqdır. Onun fikrincə bu istehsalat templərini artırmaq üçün bir yoldur. Politikonun xəbər verdiyi üzrə NATO üzvü olan Avropa ölkələri heç vaxt olmadığı qədər Amerika silahları asılıdır. Macronun şərhi də məhz buna aiddir. Şimali Makedoniyada klubda baş verən yanğına görə ölkədə 7 günlük matəm elan edilib. Yanğın nəticəsində 59 nəfər həyatını itirib, ümumilikdə 155 nəfər yaralanıb. Hadisə zamanı yaralanan 14 nəfər müalicə üçün Bolqarıstana aparılıb. Yaralıların vəziyyəti ağırdır. Şimali Makedoniyanın Daxili İşlər Naziri, hökumət nümayəndələri və Pulse gecə klubunun meneceri də daxil olmaqla 20 nəfərin saxlanıldığını bildirib. Xatırladaq ki, Şimali Makedoniyanın şərqində yerləşən Koçani şəhərindəki Pulse klubunda yanğın bazar günü səhər saatlarında baş verib. Bina bir neçə saat boyunca yanırdı. Tədbirdə 1500-ə yaxın insan iştirak edirmiş. Pekin prospektində yeni rekreasiya sahəsi yaradılacaq. İşlər nəticəsində burada trenajör qurğuları və uşaqlar üçün oyun zonaları yerləşdiriləcək. İşıqlandırma və suvarma sistemləri quraşdırılacaq. Həmçinin əraziyə ağac və bitkilər əkiləcək. İnfrastruktur layihəsi Pekin prospektində 33, 35, 37 və 39 A binalarının yaxınlığında həyata keçiriləcək. Layihənin ümumi dəyəri 1,5 milyonları təşkil edir. Zədələnmiş Araqvi körpüsünün bərpa işləri aparılır. Yol örtüyünün bərpası üçün beton işləri artıq tamamlanıb. Lazımi dayanıqlığa minimal müddətdə çatmaq üçün müvafiq əlavələrdən istifadə edilib. Betonun quruması ilə asfalt örtüyü çəkiləcək və artıq bazar günü martın 23-də körpüdə avtonəqliyyat vasitələrinin hərəkəti tamamilə bərpa ediləcək. Bərpa işləri tamamlanana qədər avtonəqliyyat vasitələrinin hərəkəti alternativ yollarla həyata keçirilir. Araqvi çayı üzərindəki körpü keçən əsrin 70-ci illərində inşa edilib və o, beynəlxalq əhəmiyyətli Tbilisi-Senaqli-Selizli avtomobil yolunun 26-cı kilometrində yerləşir. 2024-cü ildə Araqvi çayı üzərində yeni körpünün tikinti layihəsi hazırlanıb və yaxın gələcəkdə tikinti işlərinə başlanacaq.